Hürmetli vatandaşlarım, bugünkü leksiyemize başlayımız. Leksiyede size Gazi Washington'dan sözleyimiz. Bugünkü sözleyiciler leksiyelerimizden mavzusu mındak. Birinci mavzu, Amerika Koşmuş Ştatları Guam aralığa yani 3 tane B-2 belgelik bombardımançı aeroplan orlaştırıldı. Çavuşengi kattık signal tarqat. Mavzulu xabar 1 ayının 12 günü Amerika avazının Xitay tili programı e'lon qilindi. Xabar mundaq başlandı. Washington, Amerika Hava Armiyası Guam aralığı 3 tane yadro kuralları elip yürəleydiğen B-2 belgelik bombardımançı aeroplan orlaştı ve 200 nefer askeri kısım orlaştırılığını jakardı. Bu iş Çavuşengi katı signal tarqatqanlıq bulup hesaplandı. Bir neçə gün burun Çavuşen bilen Koriya oturusida əmdila yuqarı dərəcəliklə söhbəti ötküzülgən. B-2 belgelik bombardımançı aeroplan burun Guam aralığa orlaştırılğan B-1B belgelik atlıq əskerlər belgelik montezim belgelik Atlık askerler belgelik montezim bombardımançı aeroplanlarının Katarıga koşuldu. Növbəti B-2 belgelik bombardımançı aeroplanının Guam arlıda qancha vaqt turdağanlığı doğrusu enak məlumat yok. Amerika Hava Armiyası ötken yıl 10. ayda birden B-2 belgelik bombardımançı aeroplanı Guam arlığı evetken. Lekin bu evetiş Missouri ştatıdan uçup çıkıp uzun musafirlik məşqləndiriş vəzifəsinin bir kısmı deyilgən idi. O aeroplan 5 belgelik aeroplan Guam arlıda bir neçə saata toxtab yana qaytqan idi. Avvalqı bir qatımda Amerika B-2 belgelik bombardımançı aeroplanını əvətkən çağ 2016 yılı idi. Amerika'nın çokan hava armiyası bayanatı mındaq gösterdi. Bu qatımqı qısqı müddetlik orunlaştırış, bu B-2 belgelik bombardımançı aeroplanlar şüyede ve şu rayında çeniqiş vəzifəsini at qorup, rayında mühim həmkarlaşqıcı devlet bilen birlikte həmkarlaşıp, iktidarını birleştirip, bombardımançı aeroplan ve aeroplan qruppisinin yuqarı dərəcəlik təyyar halətdə tarışını, məşq qilish dərəcəsini östürüdü. Yani bir xəbər. Xəbərinə davamı keçirirlər. Amerika'nın yarası Guam teritoriyası, Guam arlı teritoriyası lazım 160 bin ahali nüfus yaşaydı. Deniz armiyası ve hava armiyasının bazısı Guam'da kurulgan. Guam hərbi bazısı Çavuşengi təcavüz qıldıqan aldın qısab bazısı da qarlıvatıdır. Belki Çavuşen hem Asiyadaki başka devletler, münasibetlik devletler şunda qaravatıdır. Yani bir xəbər. Çoğun işma Vinzayin hem Prezident Trump hem Xi Jinping'e telefon verdi. Mavzulu xəbər 1 ayının 11 günü Vanvitor biti ilan qılındı. Xəbər mındaq başlandı. Koreyanın Prezidenti Vinzayin arkadan Xi Jinping'e ve Prezident Trump telefon verip Şimal-Janub Koreyanın söhbeti Pyongyang Olimpik müsabaqası Çavuşeni yadrosuzlaştırış qatarlıq məsələdə özara fikir almışdırıb, iki çoğun devletinin yüz cevap qaytırışığı erişdi. Koreya prezidentinin bayanatçısı mındaq göstərdi. Cüngü Koreya münasibeti yaxşılandı. 10. günü keçdi Vinzayin Prezident Trump telefon verib mındaq göstərdi. Ben diyen söhbeti neticeye erişti. Prezident Trump mındaq göstərdi. Amerika bilen Tayvan muvafiq keçirinler Amerika bilen Tayvan emas, Amerika bilen Çavuşen muvafiq vaqtda ve ahval asıda söhbət ötküzüdü. Amerika bilen Koreya tarafı mındaq hesapladı. İki Koreya olimpik qışlıq təntarbiyə müsabaqasıyla
toxtulup qalmazsan söhbətləşkəndə, tən tərbiyə məsələsi toxtulup qalmazsın. Çavuşen yerim aralığına yadrosuzlaşdırış doğrusudur mu? Söhbətləşiş lazım. Prezident Trump Volkuts gizitiz məxsuston maqaləsidən nəqil keltirib bunda kapalat etmədi. İki Koreya söhbət ötküzüdüğən bolsa, Amerika kural işletmeydi. Prezident Vinzayin mundaq dedi, tolum oxşal bulup ketmeyli. Bu əhval təxi yenilə başlandı, söhbət təxi endilə başlandı. Avro-Asiya Qroyunun Washington turuşluq təhlilçisi Sherman mundaq görsədi. İki Koreya olimpik axırlaşıqca nisbi tinchlik mezgili yaratishi mümkün. Alaqadar kişiler ciddi vəziyyətini pəsaytish mümkün emas. Vinzayin Çavuşen'in imbargo siyasını axırlaşdırış tələblərini qandıralmaydı. İki tərəf münasibətinin yaxşılanışı uzağa barmaydı. Deyişdi də görsətdi Sherman əfəndi.